Hər kəsi salamlayıram. Bugün şikayətim insanların özündəndir. Demək, bilirsiniz ki, mən şüarım var, vətən evimizdir. Evimizi təmiz saxlayaq adda. Yəni mənim şüarım var və mən onu plakat şəklində hər yerə yapışdırıram ki, təbii ki, Əziz müəllimin icazəsi ilə hər bir yerə yapışdırıram ki, insanlar maariflənsin. Demək, rayonun hər bir yerinə yapışdırdığım plakatı tək bir yerdə qalıb, qalanı hər birinə insanlar qopardı. Yəni soruşuram ki, bunu niyə belə ediblər, niyə qoparıb bu? Yəni ki, insanlardan mənə belə deyir ki, bizlik burada bir şey yoxdur, insanlarıq daha doğrusu bir şey yoxdur, polislər qopardır. Əlbəttə ki, mən keçən həftə də rəisin qəbulunda oldum və şəxsən özündən soruşdum bunu ki, yəni belə insanlar belə deyir. Və əlbəttə ki, rəis mənə qeyd elədi ki, bu ola bilməz. Əgər bir yerdə vətənlə bağlı bir şey varsa, ona heç bir polis toxunmaz. Əlbəttə ki, mən inanıram. Buradan sizə yəni müraciətim, əziz insanlar, xahiş edirəm. Mən o plakatları öz cibimin vəsaiti ilə təşkil edirəm və içimdən gələrək, yəni mən vətənpərvər olduğum üçün, yəni onu hər bir yerə yapışdırıram ki, insanlar maariflənsin. Çünki zamanla bugün mən belə düşünürəm ki, vətəni sevmək, təmiz saxlamaqdan başlayırsa, bu irəlidə hər bir insan bunu düşünəcək. Təbii ki, yəni yekələn, böyüyən daha doğrusu gənclərdən gedir söhbət. Bu yerində hələ ki bu plakatı qopardan insanlardan, bu yerə zibil atan insanların hələ vətən anlayışı mən gözləmirəm. Deməyim odur ki, xahiş edirəm. Növbəti dəfə mən o plakatı təşkil edib hər bir yerə yapışdıranda xahiş edirəm. Plakata toxunmayın. Yerə zibil atsanız da, atmasanız da özünüz bilərsiniz, şəxsi işinizdir. Təbii ki, bu cərimə tətbiq olunanda hər kəs özünü yığışdıracaq. Xahiş edirəm, mənim plakatlarıma toxunmayın. Çox xahiş edirəm.